Bir müddət İrandakı daxili etirazların nəticəsini gözləyən və hərbi müdaxilə məsələsində tərəddüd edən Vaşinqtondan bu dəfə də hücuma ilham edən açıqlama gəldi. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın sözlərinə görə İranı diqqətlə izləyir və hərbi gəmilər daxil olmaqla bölgəyə doğru böyük bir donanma irəliləyir. Hərbi arsenalın işə düşüb düşməyəcəyini isə Ağ Ev rəhbəri belə ifadə edir. Açığı nəsə baş verməsini istəməzdim, amma onları çox diqqətlə izləyirik. Görək nə baş verəcək. Əvvəlki çıxışlarında hücum fikrindən daşındığını deyən Trumpın bu kəskin dönüşü təsadüfi deyil. Ekspertlər hesab edirlər ki, İrandakı etirazların rejim dəyişikliyi ilə nəticələnməməsi Vaşinqtonu B planına, yəni birbaşa hərbi təzyiqə sövq edə bilər. Times of İsrail isə yazır ki, İrana hücum hər an baş verə bilər. İsrail ordusu artıq bu senari üzrə hazırlığını tamamlayıb. As the Washington Post reported, Israeli Prime Minister Washington Postun yazdığına görə İsrailin baş naziri Benyamin Netanyahu bir müddət əvvəl prezident Trumpa hərbi gücdən istifadə etməməsi üçün müraciət edib. Lakin Netanyahu bunu regionda sabitliyin pozulacağından ehtiyat etdiyi üçün deyil. O vaxt İsrailin ABŞ zərbəsindən sonra qaçılmaz olan İranın cavabına qarşı özünü yetərincə müdafiə edə bilməyəcəyini düşündüyü üçün edib. Bölgədə kifayət qədər ABŞ qüvvəsi yox idi. İndi isə Amerika hərbi qüvvələri regiona doğru hərəkət edir. Birləşmiş Ştatlar hərbi qüvvələrinin regiona doğru bu geniş miqyaslı axını sadəcə bir hazırlıq kimi yox, eləcə də İran hökumətinin sarsılan dayaqlarına vurulacaq son zərbə kimi qiymətləndirilir. Analitiklər artıq mövcud rejimin daxili və xarici legitimliyinin iflasa uğradığını deyirlər. Protesto gösterilerinde ciddi bir düşüş olmasının ardından Donald Trump hala İran'a karşı bir saldırının olasılığından bahsediyor. İsrail'in İran üzerindeki askeri üstünlüğünü de vurgularsak, İran'ın olası bir Amerikan saldırısının hemen ardından İsrail'i de bu savaşın içerisine çekebilecek şekilde bir füze saldırısı bulunması durumunda İsrail çok ciddi ve sert bir şekilde buna cevap verecektir. Lakin regionda hərbi ritorika nə qədər kəskin olsa da, hərbi hərəkətlilik hər zaman mütləq toqquşma və dağıdıcı müharibə demək deyil. Yəni, gücün hər hansı bir problemi həll etməsi üçün cəlb edilməsi hələ onun tətbiq ediləcəyi anlamına gəlmir. Çünki artıq bir dəfə biz 12 günlük müharibə nümunəsi görmüşük və bunun problemi həll etmədiyini də görmüşük. Ona görə də mən elə gəlir ki, hərbi güc İrandakı islahatları dəstəkləmək üçün bir motivasiya edici rol oynaya bilər. Daha doğru o olar ki, müharibə həddinə çatmadan bəşəriyyəti narahat edən problemləri İran özü həll etsin. İran islahatlar aparsın. İndi dünyanın diqqəti Fars körfəzinə yönəlib. Donanma bölgəyə çatdıqdan sonra görək nə baş verəcək deyən Trumpın bu sualının cavabı görünür ki, Tehranın addımlarından asılı olacaq. Əks təqdirdə ötən ilki 12 günlük müharibədən daha dağıdıcı və geniş miqyaslı əməliyyatlar qaçılmaz ola bilər.